Mən gedirəm, indi Azərqaza bir icazə ərizəsi yazım ki, Azərqaz sən mənim canım, mən gedəcəm bir həftəli, sən icazə verirsən, qazı burada qaz pulu hesablam, Azərişqa birini yazım, DTX-a birini yazım, Daxili İşlər Nazirinə birini yazım, bir dənə də çip qoşun ağlımıza, ortasına yapışdırın. Bu nədir, nə? Bunlar nə yiyir? Hamısı verir, beynəlxalq təcrübə. Beynəlxalq təcrübədə 5000 manat maaş var. Kimə verirsən sən 5000 manat maaş? Beynəlxalq təcrübədə sığorta var, tibbi işçilərin sığortası var. Kimin sığortası var? Beynəlxalq təcrübədə həmkarlar ittifaqları fəaliyyət göstərir, işçinin hüquqlarına kimə verirsə. Adı var, özü yox. Beynəlxalq təcrübədə 4 günlük iş rejiminə keçiblər. 4 gün, 5 gün də yox, 4 gün. Bizdə 8 gün işlədilər az qala. Sən beynəlxalq təcrübə ancaq bizim ziyanımıza olanları niyə götürürsən? Götürür. Bax, beynəlxalq təcrübədə aylıq gəliri 6000-7000 manat olan vətəndaşın ödədiyi şeylərlə bizi eyniləşdirdiyi beynəlxalq təcrübədə olur. Yaxşı, mən götürüb onun məvacini sən gözünə soxsam necə olacaq? Ona toxunmurlar da. Niyə toxunmurlar? Biz də deməliyik, bax, biz danışmalıyıq. Vallahi insanları, partiyaları, millət vəkillərini, aidiyyatı qurumları, bu qeyri-hökumət təşkilatları var. Bunlar bir danışın da, qardaş. Danışaq bu, yoxsa bizim elə yüklüyə gedəcəklər. Bax, səsimiz çıxmır yüklüylər, səsimiz çıxmır yüklüylər. Mən ki dedim, bax, bu azəseli, bakseli, ayda bir də onları, ayda bir ona boykot eləmək lazım. Bir həftə 10 gün sözü qoyuruq, məsələn, ayın sonuncu bir həftəsi və ya da ilk bir həftəsi heç kim kontur vurmaz, heç kim almaz. Bir həftə dözək. Qoyunlar ziyana gəlsin. Əslində bizim ona şəraitimiz də var. Biz bir həftə ödəməsə ölmərik. Biz bir həftə Azərseldən, Bakseldən kontur vurmasa, biz normal həyatımızı davam edə bilərik bir həftə. Wi-Fi-yə qoşularıq, filənə qoşularıq, telefonla danışmaq, WhatsApp-la danışaq, düzəyək. Bir həftə dözərik. Amma onlar bir həftə milyonlarla ziyana düşəcək. Onda ağıllar başlarına gələcək. Hesablaşmağa məcbur. Bəli, yəni bu Azərqazlı qarış nədir? İndi cəmaət kütləvi şəkildə nə itaatsizlik var, şeydə vermirik, ödəmirik. Onda nə edəcəksin? Xatırlayırsınız, cəmaət hələ indi kommunal pullarını, kommunal ödənişlərini ödəməyi vərdiş alınasa, əvvələ heç kim ödəmirdi. Dedi, yoxdur, gəl öldür. Uzun illərlə, minlərlə borcları yığılan mənzillər var idi, ailələr. Yəni, zaten baxın, 90-cı illərdən ta 98-lərə, 99-lara qədər insanlar işıq, qaz pul demək olar ki, vermirdilər. Onda dövlət neyinə? Bütün hamını söndürərdi işığını, qazını, gəldi ki, pul vermirsiniz də, yoxdur vermir də, var vermir, atan acından öldü, atan var edimədi.